Siz illərlə televiziyada çalışmış insan olmusunuz, sonra da stilist peşəsinə keçmisiniz. Bu keçid səbəbinin arxasında hansı hekayə dayanır? Ona görə də titr, xəbərlər departamentində titr operatoru kimi işləyirdim ki, nə vaxtsa hardansa başlamalıyam ki, istədiyim yerə gəlib çatam. Qabağınıza Hə, məqsəd məqsədim qoymuşdunuz. var idi. Peşəniz isə çox görünən peşədir. Amma bir o qədər də onun qaranlıq tərəfi var. Stilistlikdə çətindir dediyiniz konkret situasiya varmı? Göz önündə olduğuna görə biraz stilistik sənətin çətinliyi ondadır. Dırnaqarası baxılır. Mən bu günləri görürəm ki, valideynlər öz övladlarını gətirirlər ki, məsəl üçün oğlum, qızım stilist olsun. Bu günləri bütün saç və makyaj ustaları stilist adlandırırlar. Amma bu düzgün bir şey deyil. Bir stilistin artıları varsa, onu özü saç və makyajını eləyə bilirsə, bu çox əladır. Hər kəsə stilist deyib keçmək olmur. Elnur bəy, siz bəzən vurğulayırsınız ki, məşhur insanlar dəyişiklik etməkdən qorxurlar. Bunun arxasında nə dayanır? Cəsarətsizdirlərmi, zövqsüzdürlərmi? Bir müğənni günlük həyatda düzgün, zövqlü geyinirsə, o insanın zövqü vardır. Salam, bugün növbəti podkastımızın çəkilişini edirik. Bugün bizim çox dəyərli, çox əziz bir qonağımız var. Azərbaycanda, ölkədə öz sözünü demiş, illərin təcrübəsi olan məşhur stilistimiz Elnur bəydir. Xoş gəlmisiniz Xoş Elnur gördük. bəy. Sizi burada görməyimə görə çox təşəkkür edirəm. Nə yaxşı gəlmisiniz. Mən sizə təşəkkürümü bildirirəm dəvət etdiyiniz üçün və sevə-sevə sizin qonağınız olmaq mənim üçün dəyərlidir. Çox sağ olun. Elnur bəy, hər birimizin bir hekayəsi var. Peşə ilə bağlı, həyat təcrübəmizlə bağlı. Mənə sizin hekayənizi dinləmək bu günlərim çox maraqlı olar. Siz illərlə televiziyada çalışmış insan olmusunuz, sonra da stilist peşəsinə keçmisiniz. Bu keçid səbəbinin arxasında hansı hekayə dayanır? Mən əslində məqsədli şəkildə televiziyaya gəlmişəm. Yəni ki, özümü bildi-biləli artıq sənət, hansısa bir iş seçəndə artıq mən bilirdim ki, ya rəssam olacağam, ya dizayner olacağam, modelyer olacağam. Sadəcə olaraq mənim bu sənət seçimim dönəmin hansısa bir keçid dövrünə keçdi. Ailələr bunu qəbul eləmirdi. Rəssam olmaq, modelyer olmaq, bir evin içərisində bir oğlanın modelyer olmağı, geyimlə məşğul olmaq bu bir balaca dırnaq arası baxıldığına görə sadəcə olaraq fikirləşdim ki, mən hansı tərəfdən öz sənətimi inkişaf elətdirə bilərəm? Çünki mənim içimdə bir populyarlıq arzusu var idi, bir tanınmaqlıq arzusu var idi və mənim işlərim mütləq göz önündə olmalı idi, belə deyirdim. Çünki uşaqlıqdan rəsm çəkirdim, özümün geyim kolleksiyalarım var idi. Uşaqlıqdan deyim, bu hardasa 9-8-ci sinifdən artıq başlamışdım Yeniliklə baxdınız. yeni bir şeylər çəkməyə və ondan sonra da fikirləşirdim ki, mütləq şəkildə rəssamlıq akademiyasında modelyer sənəti və yaxud da ki, bir dizayner. O sadəcə olaraq təbii ki, ailələrdə o vaxt uşaqları məcbur ya müəllim olmaq, ya həkim olmaq, ya hüquqşünas olmaq, ya Hər birimiz o yaşamışıq. Bəli. o keçidi keçirdiyimizə görə mən də məcburən götürdüm Silviziya Universitetinin jurnalistika fakültəsini yazdım. Mən jurnalistika fakültəsinə daxil oldum. İnstitutun 2-ci kursuna getdim televiziyaya işləməyə. Televiziyaya işləməyə, amma orada mən titr operatoru kimi başlamışam. Çünki vakansiya yox idi prodüserluq yerinə. Ona görə də titr, xəbərlər departamentində titr operatoru kimi işləyirdim ki, nə vaxtsa hardansa başlamalıyam ki, istədiyim yerə gəlib çatam. Qabağınıza məqsəd Məqsədim qoymuşdunuz. var idi. Və bir dönəmlərdə işlədiyim televiziyanın jurnalı buraxılırdı. Oranın da redaktoru mənim qrup yoldaşım idi. O mənim hər dəfə çəkdiyim rəsmləri institut vaxtı bilirdi, görürdü də. Hətta o jurnalda o şəkilləri mənim haqqımda məqalə hazırlayırlar. Mən həmişə no name adla çıxırdım. Çünki istəmirdim hələ ki, evdəkilər Bunu bunu bilsinlər. bilsinlər. Bəli. Çünki bu işin dalınca məqsədli getdiyimi bilmirəm. Artıq özümü təsdiqləyəndən sonra bu məqsədli şəkildə söylədim ki, mən buna görə televiziyaya gəlmişəm və burada mən populyar insanlarla tanış olmuşam, televiziya aparıcıları ilə tanış olmuşam və elə başladım orada onları makyaj eləməyə, saçlarını düzəltməyə, geyim mütəxəssisliyi etməyə, yəni bu formada bu işə başladım. Nə gözəl. Əsas məqsəd önəmlidir, niyyət önəmlidir. Siz qarşınıza məqsəd qoymusunuz, gənc yaşlardan bunu hissə-hissə Mütləq etmisiniz. şəkildə hər bir işə başlayanda mən həmişə deyirəm, yəni ki, məndən yaşca az olanlardır və yaxud da ki, bu işə yeni gələnlər, nəinki bu işlə fərqli yoxdur. Bir insanın məqsədi varsa, Bəli. hansısa bir yerə Bəli. gəlmək istəyirsə, doğrudan da yaxşı formada istəyirsə, bunu evrənə doğru çatdırırsa, Bəli, mütləq Allah Taala sənə onu
gətirib nə vaxtsa çıxardacaq, gecə tezi var. Ola bilər mən bəlkə də 25 yaşında, 23 yaşında populyarlıq qazana bilərdim, amma mən bu populyarlığı 30 yaşında qazandım. Amma gəldim yenə də Gəldiniz. o Amma yerə əziyyət gəldim, çəkə-çəkə çatdım. Əziyyət gəlmisiniz. çəkə-çəkə Həm gəldim. ailədən, həm Hə, özünüz bunu amma məqsədinizdən dönməmisiniz. hə, Ən gözəl dönməmişəm odur. heç bir zaman. Bəs Elnur bəy, Etaje salonunu açdınız. Artıq sizin şəxsi özünüzün salonu var. Şəxsi salonu açmağa nə zaman qərar verdiniz? Və bu salon Azərbaycanda, ölkədə çox gözəllik salonları var. Bu nə məqsədlə açıb? Biznes layihəsi kimi, yoxsa hər bir insan öz sənətini böyütmək istəyir? Məsələn, siz salonu açanda öz sənətinizi böyütmək adına idi, yoxsa biznes gəliri kimi nəzərdə tutmuşdunuz o salonu açanda? Sözün açıq biznes gəliri kimi deyəndə ki, mən onsuz da özüm yenə də çalışıram. Yəni ki, orada bir idarəçilik və yaxud da ki, müdir kimi dayanım, işimi qoyum kənarda, sadəcə işçiləri idarə edeyim. Bu məqsəd yoxdur. Onsuz da özüm hər zaman işlədiyimə görə, bəli. yəni ki, pul qazanırım. Amma mən hər şey qismət deyirəm. Qismət deyirəm. Heç ağlıma gəlməzdi ki, nə vaxtsa mən salon sahibi olacağam. Aha. Heç ağlıma gəlmir. Sadəcə olaraq mən bir şirkətlə başladım çalışmağa. Onların elə bir jurnal üz qabıqlarının stylinqlərini qururduq bir yerdə və bir gün elə oldu ki, o dedi ki, belə bir yer var və bu yeri istəyirik ki, sənin adından bağlayaq. Aha. Nə gözəl. Təklifimizə razısan? Dedim, hə, razıyam. Heç bir. Biz sizin üçün hər şeyi eləyəcəyik. Yəni təklif gəldi qarşı tərəfdən. Mən də fikirləşdim ki, düz idarəçilik etmək çətindir. Bəli. Hər bir işdə çətindir. Çətindir. Salon Hər bir işin sferasında. salon sferası tamamilə fərqlidir. Bir də ki, fikirləşdim ki, artıq Elnur, Azərbaycan daxilində istədiyim bir yerlərə gəlib çatmısan. Təbii ki, dayanmaq lazım deyil. Ən pik müğənnilər, ən belə tanınmış insanlar, ən tanınmış yazıcı, o digərlərinin hamısı ilə çalışdın, geyimlərini hazırladın, çəkilişlər, kliplər, konsertlər. Hansısa bir yerdə adam istəyir axı motivasiya olaraq yeni Bəli, bir bəli. nəfəs gəlsin, yeni bir nəfəs gəlsin, eyni şeylərlə çalışırsan, çox şükür. Amma deyirsən, hə, Yenilik lazımdır salon bir mənim yerdən üçün artıq bir yenilik idi. Başqa bir enerji idi, daha başqa bir məsuliyyət idi. Məsəl üçün əvvəllər deyirdin ki, məsəl üçün hansısa müştəri nəsə xoşuna gəlmirdisə, deyirdin ki, gəlmirsə o onun özünün şəxsi işidir. Bir də mənim yanıma gəlmir. Artıq sən salon rəhbəri kimi məsuliyyət daşısan, sənin salondan müştəri razı getməlidir. Bəli. Və onu elə düzüb qurmalısan, elə bir. Yəni ki, bu yeni bir həyəcanlar və istədim ki, əlimdən gəldiyi qədər xanımlara gözəl xidmət göstərim. Nə gözəl. Alınır. Məncə alınır. Alınır. Hələ ki, gələn müştərilər, mən öz müştərilərimdən də yox, digər ustaların müştərilərindən Bəli. hər zaman qulağıma gözəl sözlər gəlir. Hansısa bir problemləri də olanda, məsəl üçün deyirəm ki, mütləq şey nə xoşunuza gəlmirsə mənə deyin, mən bunu aradan götürüm. Çünki xidmət sektorunda çalışdığına görə müştərini razı salmalısan. Hər zaman mənə elə gəlir ki, müştəri razı O olmalıdır. bir Haqlıdır. söz var. Müştəri всегда prав. Həqiqətən. Müştəri hər zaman haqlıdır. Bəli, bizim borcumuz da onun nazı ilə oynamaq. Bəli. Özü salon elə bir şeydir ki, artıq ora sizin ikinci bir evinizdir. Gələn müştəri də öz qonağınız kimi, eviniz kimi həqiqətən diqqət lazımdır. Mən bir balaca da çox səbirli adam olduğuma görə çox səbirliyəm. Yəni ki, o qədər müştərilər var ki, yəni ki, belə deyim də, haqlı olduqları yerdə də haqsızlıqları var. Yəni ki, problemli müştərilər var. Yəni ki, 1 manat pul verirlər, istəyirlər ki, insanlarla biraz kobud danışmaq. Amma yenə də müştəri deyə zaman səbr etmək lazımdır. Əsas orada təmkin sizdə birinci növbədə odur ki, rahat idarə edə bilirsiniz. Mütləq şəkildə hər bir xidmət sektorunda, yəni fərqi yoxdur, salon işlətdin, və yaxud da ki, usta oldun. İstəyir restoran Mütləq olsun, şəkildə fərqi restoran yoxdur. olsun, mütləq şəkildə səbirli olmalısan. Səbirli oldunsa, hər şey gözəl Gözəl gedəcək. gedəcək, nə gözəl. Peşəniz isə çox görünən peşədir. Amma bir o qədər də onun qaranlıq tərəfi var. Stilistikdə çətindir dediyiniz konkret situasiya varmı? Qaranlıq tərəfi deyəndə ki, yəni ki, hər bir peşənin özünün bir qaranlıq tərəfləri vardır. Hər bir peşə sadəcə olaraq bizim sənətimiz göz önündə olduğuna görə bir balaca qınaq əybəkləri çoxdur. Mən sadəcə olaraq addımları düzgün atmaq lazımdır. Yəni ki, əgər sənin itirəcəyin nələrsə varsa, mütləq şəkildə addımları düzgün atmalısan, düzgün oturmalısan, düzgün. Yəni ki, nə adıba xələl gəlməlidir, nə insanlar, onsuz da insanlar hər zaman kimisə haqqında danışır. Kimin də arxasınca danışacaq, müəllimin də arxasınca danışacaq. Yəni ki, hər zaman qınaq yeri axtarırlar. Qınaq yeri axtarırlar. Amma
bu sadəcə olaraq göz önündə olduğuna görə, biraz stilistik sənətin çətinliyi ondadır. Dırnaqarası baxılır və cəmiyyətdə indiki dövrdə daha gözəl baxırlar, amma zaman-zaman cəmiyyətdə bunu Qəbul etmirlər, qəbul bəli. etmirdilər. Mən bu günləri görürəm ki, valideynlər öz övladlarını gətirirlər ki, məsəl üçün oğlum, qızım stilist olsun. A, nə gözəl. Hə, zamanında məsəl üçün Yox idi, valideynlər əlbəttə. qoymurdu. Siz özünüz zaten bundan keçmisiniz, Bu daha yoldan gözəl. ki, mənim üçün indi bu saatda çox deyirəm ki, şükür. Şükür ki, bu günləri valideynlər. Çünki bilirsə, anlayış var. anlayışla. Bilirsiniz nəyə görə? Addım düzgün olanda, fikirlər sağlam olanda, hər kəsin özünün bir yaşam tərzi var. Biz heç kəsi qınaya bilmərik. Bunu niyə bu formada yaşadın budur. Stilistik sənətində sadəcə qınaq obyektləri çoxdur. Vəssalam. bəli. İnsana o vaxt var idi ki, oğlan bu iş peşədə olanda belə baxırdılar. Həqiqətən. Mən xatırlayıram illər öncə, yəni stilistlərdən, bilmirəm adını da xatırlamıram, amma saçı uzun bir stilist idi, çox qınaq obyektinə çevrildi. O da telefon, sosial şəbəkə yox idi da. Yəni daha belə üzr istəyirəm, dırnaqarası baxırdılar dırnaqarası və baxılırdı. çox qınağa çevrilirdi. Amma bu gün həqiqətən o rahatlıqlandır. Məsələn, ayda özümüz bir tədbirə hazırlaşanda birinci stilistlə işləmək istəyirik. Həqiqətən ki, daha bizi gözəl hazırlasın, çünki cəmiyyət önünə çıxırıq. Eynən. Ona görə bizi stilist hazırlasa daha rahat oluruq. Ki insan özü geyinsin, eləsin, həqiqətən. Eynən. Məsəl üçün bəlkə də bir 5 il və yaxud da ki 10 il bundan qabaq mən bu formada özgüvənli danışmazdım. Amma bu günləri mən özgüvənliyəm, çünki özümə arxayınam. Nə Və gözəl. heç kəs də məni qınaya bilməz ki, niyə bu peşədəsən. Mən bu günləri başım uca və ayaqlarımı sağlam şəkildə yerə dirib öz işimi görmüşəm. Heç kəsə möhtac deyiləm. Bəli, Heç kəsdən bir alacağım, verəcəyim yoxdur. bəli, bəli. Və özünüzə çox gözəl dəstək xəttiniz var. Öz dəstək xəttim var. Ətrafımda yaxşı dostlarım var. Aha, ən gözəl. Yaxşı dostlarım var, arxamda gözəl ailəm var. Yəni bunlar olan yerdə və səni dəstəkləyən yaxşı dostların olan yerdə, səndən utanmayan və çəkinməyən, yəni bu iş nə utanılacaq, nə də çəkiniləcək bir şeydir. Bəli, bəli, həqiqətən. Amma sən addımları düzgün atma. Hər kəsin onsuz da bir yaşam tərzi vardır. Kimsə sən bu günləri millət vəkili də olsan, nazir də olsan, onsuz da onlar da qınayırlar. Sən bu günləri həkim də olsan, sən bu günləri vizajist də olsan, saç ustası da olsan, makiyaj ustası da olsan, yəni də səni qınayacaqlar. Həqiqətən o hər birinin nə olsa qınaq yeri var. Sadəcə olaraq cəmiyyətimizə zərər vermədən yaşamalıyıq. Nə gözəl. Bunu vurğulamaq, bunu hər kəs Bunu vurğulamır. mütləq şəkildə Çox gözəl. cəmiyyətimizə zərər vermədən Nə yaşamalıyıq. gözəl. Amma artıq elə deyil də, siz çox gözəl bilirsiniz ki, biz cəmiyyətdə insanlar bir-birini incitmək üçün bundan həzm alırlar. Bu artıq baş verir. Amma siz çox gözəl vurğulayırsınız ki, cəmiyyətdə bir-birimizi incitmədən irəli getmək Məsələn, mən lazımdır. arada deyirəm ki, sosial şəbəkələr bağlansaydı o qədər gözəl çox gözəl olardı. olardı, O həqiqətən. qədər gözəl. Çünki mən bu işə başlayanda sosial şəbəkələr yox idi. Ona görə yox ki, yəni ki, təbii ki, hər kəsin bir TV alanı var. Bəli, Məsəl üçün əvvəl televiziyaya çıxmaqdan ötürü mütləq sənin tanıdığın bir insan olmalıdır, bir balaca populyar olmalı. Amma indi hər kəsin bir alanı var. İstədiyi kimi orada hər kəsə ağzına gələni deyə bilər, danışa bilər. Kim kimdən incəyirsə çıxır orada o formada danışır. Bu düzgün deyil. Bu düzgün deyil. Kiməsə nəsə bir sözü varsa, mütləq şəkildə zəng vurub bunu telefon vasitəsilə də çatdırmaq. Hər kəs göstəriş istəyir, hər kəs populyarlıq istəyir. Amma yorulur insan. Yorulur və bu da yeni gələn cavan nəslə və yaxud da ki, yeni yetmələrə Bəli, bəli. yəni ki, düzgün bir addım kimi deyil. Onlar da elə bilirlər ki, ha biz tanınmış insanları belə görürük, demək belə addım atmalıyıq. Bu düzgün bir şəkildə Ona görə şəkil deyil. cəmiyyətdə daha çox problemlər belə yaranır və onu çox gözəl vurğuladınız ki, bunu hər adam vurğulamır. Bir-birimizi incitmədən, cəmiyyətdə bir-birimizi incitmədən davam etmək lazımdır. Mütləq. Həqiqətən hər kəsin onsuz bir uğur hekayəsi var. Bir-birimizi sözsüz. incitmədən davam edək. Eynən. Mən Elnur bəylə illər öncə bir yerdə çalışmışıq. İnanın, yəni mən o şəklimi evdə böyütdürüb çərçivəyə asmışam. Çünki hər dəfə baxanda orada sizin imzanızı görürəm. Onda qızım çox balaca idi, indi artıq böyüyüb qızım. Çox sağ olun. Və hər dəfə, "Mam, burada çox gözəlsən. Mam, burada çox gözəlsən." Deyirəm, "Bəli, qızım." Bu gündən qızıma deyirəm ki, soruşur məndən kimlə çəkir. Bu gün deyirəm ki, mən bugünkü çəkilişim həmin bax məni stilist edən bəylə çəkiliş edəcəyik bir yerdə. Həqiqətən və mənə də qızım tapşırdı.
danışır ki, bu gün sən çox gözəlsən ha. İnanın, yəni elə bir xarakterdə uşaqda deyirəm, hə, Bu günlər mən ona çox görə gözəl sizin görsənirsiniz bu arada. təşəkkür edirəm. Sizin dəstək xəttinizi mən zaten bilirəm. Bir yerdə işləmişik deyə və necə təmkinli olduğunuzu, necə gözəl işlər Çox sağ etdiyinizi olun, həqiqətən. təşəkkür edirəm. Elnur bəy, stilistlik sahəsi ölkədə çoxdur. Siz hər zaman vurğulayırsınız ki, stilistlik deyəndə ora make-up, saç ustası, stilistlik bunlar hər biri ayrı bir sənətdir. Bunu çox istəyərdim vurğulayardınız ki, məsələn belə sual qoyum ki, stilistlik özü fərqli bir sənətdir. Make-up fərqlidir, saç ustası fərqlidir. Bunu birləşdirmək, siz vurğularsınız, bunların üçün birləşdirmək lazım deyil. Bəs bunları hər kəs niyə ki, onları birləşdirir ki, yəni bunların üçü birdir. Yəni stilist, make-up, saç ustası hamısı birdir. Mən həmişə belə bir şey vurmuşam, ola vurğulamışam. Bəlkə də həmkarlarım məndən inciyə də bilər. Yəni həmkarlarım dedikdə saç və makiyaj ustaları. Bu günləri bütün saç və makiyaj ustaları stilist adlandırırlar. Aha. Amma bu düzgün bir şey deyil. Onlar Nə üçün? Mənim üçün də çox maraqlıdır. ya bunun adlanma, məsələn ingilis dilində hairstylistlər Aha, var. bəli. Yəni ki, saç stilistləri var, makiyaj, make-up artistlər var. Belə. Bu formadadır. Amma biz onu stilist deyə adlandırırıq. Bu düzgün deyil. Stilist, styling geyim üzərində. Geyimi hazırlayandır. Nə modellerdir, nə bir şey. Məsəl üçün modeller fərqli bir peşədir. Bəli. Modeller geyimi hazırlaya bilər, kolleksiyanı hazırlaya bilər və o hazırladığı kolleksiyanı stilistlərlə bərabər onu hansı formada nümayişə çıxartdıracağını stilistlərlə məsləhətləşir. Necə geyindirəcək, necə onu kombinləyəcək. Stilist hər şeyi kombinləyir. Amma bu onun öz işi deyil, modelyerin işi stilistlik deyil. Yox. Sadəcə Modelyer sadəcə hazırlamaq. olaraq çəkir. Bəli, Onu bəli. görür ki, məsəl üçün belə bir ayaqqabı olacaq, bu olacaq. Stilist isə gəlir məsəl üçün kolleksiyanın içərisində bu ayaqqabılar. Burada bu corabı geyinmək lazımdır. Gəlin buna bu formada corab verək. Gəlin bu aksesuarı taxaq. Həmin kolleksiyanın stylingi qurur. Bəli. Toplayır, gətirir ki, məsəl üçün bunu bundan geyinəcəksiniz, bunu bundan geyinəcəksiniz. Bu formada bunu nümayişə. Təbii ki, modelyer rəhbərliyi altında. Sonra isə ikinci etap gəlir. İkinci etap bunları hazırlayandan yenə də stilist. Çünki stilist orada artıq rəhbərdir. Gəlir saç və makiyaj ustaları ilə əyləşirlər və bütün keçirdirlər ki, məsəl üçün kolleksiya budur, bu formadadır. Stilist deyir ki, belə bir formada saç. Artıq sən saç stilisti olaraq nə qədər gözəl fantaziyaların olacaqsa, sən artıq təklifləri verəcəksən. Stilistə kömək görürsüz, tamamilə fərqlidir. Bir də var ki, məsəl üçün mən geyim kombinləri hazırlayıram. Bəli. Mən özümə rahatçılıqla stilist deyə bilərəm, styling deyə bilərəm. Çox məşhurlarla da Mən çünki işləmisiniz. onların geyim kombinlərini hazırlayıram, kliplərində, Bəli, bəli. geyimlərini hazırlayıram, bəylərlə də olsun, müğənnilərlə böyük səhnələrə Həm orada geyimlərlə. saç, həm make-up, makiyaj. geyim. Bir stilistin artıları varsa, onu özü saç və makiyajını eləyə bilirsə, bu çox əladır. Və hətta ki, bir saç ustasının, bir makiyaj ustasının zövqü varsa, geyindirə bilirsə, bu da çox əladır. Amma bunu toplam olaraq bir peşənin adını, yəni ki, biz sizlə hər kəsə stilist deyib keçmək olmur. Stilistin bir qat fərqliliyi vardır. Çünki stilist bu günləri hansısa bir müğənnini səhnəyə və yaxud da ki, bir solo konsertinə hazırlayanda, bir klipini hazırlayanda, məsəl üçün mənə klip təklifi gələndə mən rejissorla artıq görüşürəm. Müğənni və rejissorla. Çünki rejissor mənə artıq deməlidir, nə çəkməlidir, necə bir obraz görür. Və ona görə obraza siz görə mən hazırsınız. artıq onun bütün looklarını, geyimlərini hazırlayıram, gətirirəm. Bunu burada geyinəcək, bunu burada. Bunların hamısını total looklarını hazırlayandan sonra rejissora göstərir bu. O da deyir ki, bunu məsəl üçün bunu burada istəyirəm, bunu burada istəyirəm. Burada saçı biraz daha. Bu da artıq necə ki modellerlə bayaqları stilist işbirliyi Bəli, bəli. gördüm. Klipdə də biz rejissorla işbirliyi görürük. Solo konsertdə tamamilə stilistin fərqliliyi ayrıdır. Səhnə işıqları ilə, digərlərlə necə olacaq, nətər olacaq, daha rahatçılıq, müğənni özünü rahat hiss eləmək şəklində o formada. Çünki bu günləri saç ustası da stilisti, makiyaj ustası da stilisti, onların da peşələri. Mən özüm də saç ustası, Bəli. makiyaj ustasıyam. Mən demirəm ki, yəni mən fərqliyəm. Yox, fərqli deyiləm. Sadəcə artılarım vardır. Üstəgəllərim vardır. Bəli, bəli. Mən geyimlə də məşğul ola bilirəm, mən çəkə də bilirəm. Və yaxud da ki, hansısa bir moda evlərinə, kuturlara gedəndə istədiyimi həmən dəqiqə çəkib göstərə bilirəm ki, məsəl üçün bu formada istəyirəm. Bunu hər Onlar adam da bunu- çəkməyə bacarmırsınız, Bunu özünüz hər adam, bilirsiniz. yəni bir saç ustası, yəni ki, makiyaj Bəli. ustası sadəcə saç eləyə bilər. Bəlkə də məsəl üçün bu günlər saç ustaları deyə bilərlər ki, Elnur sən boya eləyə bilirsən? Yox, artıq mən boya eləyə bilmirəm. Nə gözəl. Çünki bilirsiniz nə?
bir işdən yapışmaq Bəli, lazımdır. bəli. Təbii ki, mən də bunu zamanında öyrənmişəm. Sadəcə olaraq peşəmi başqa yönə çəkdiyimə görə artıq mən koloristlikdən, boyadan əlimi üzmüşəm. Bu İnkişaf günlər elədikcə? inkişaf elədikcə fikirləşmişəm ki, mən stilist olacağam. Mən geyimlə özümü daha orada yaxşı hiss edirəm. Özümü çünki bir obrazı yaradanda tam yaratmaq istəyirsən. Geyimin necə? Çünki mənim fərqli yanaşmam var, baxış açım var. Digərini məsəl üçün mən bu günlər bəlkə saç eləməzdim. Amma nəyə görə onu edirəm? Bir də görürsüz ki, gəlirlər mənə göstərirlər ki, geyim bu olacaq. Geyim o qədər mənim xoşuma gəlir. Baxıram ki, saçın başqası eləyib. Ayda bu geyimə heç uyğun gəlmir. O artıq məndə ruh düşkünlüyü yaradır. İstədiyim meykapı, etdiyim makiyajı yarada bilmirəm. Təbii ki, müştəri razı salmaqdan ötürü yaxşısını edirsən, amma mən onu tamamilə fərqli görürəm. Orada tamamilə fərqli saç görürəm. Ona görə də bu arxalara Aksesuarlar görə da ona aiddir. hər şey ona Hər bir şey aiddir. aiddir. Məsələn, mən xatırlayıram ki, siz mənə demişdiniz ki, iri sırğa taxan, çanta tapa bilmirdim. Ona yox, mənə çanta tövsiyə etmişdiniz. Bəli, mən şəklini çəkib göstərmişdimsə, mən xatırlayıram onu ki, saçımı yığmışdınız, iri sırğa. Yəni ki, boynum uzun görsə, bunları siz mənə illər öncə, 10 il öncə olub bizim bu iş, bədən amma o zaman proporsiyalarını mütləq şəkildə Bəli, bilməlisən bəli. uzatan. O da zaman deyə bilmərəm ki, mən bu günləri elə başlayandan artıq bunları bilmişəm. Hiss edərək. hiss edərəm. Bu iş, bu peşə, bu sənət edərəkdən başlamalıdır. Bu günləri bir də görürsüz ki, valideynlər övladlarını gətirir, 2 gün öyrənir, 2 gündən sonra artıq pul istəyir. Abi sən birinci hissiyatı düzgün anla. Bəli. Məsəl üçün hissiyatın olmalıdır, sənin zövqün olmalıdır. Ona görə olmalıdır İşi ki, sevməlidir. işin texnikasını öyrənirsən, sonra özünü inkişaf elətdirməlisən. Özünü inkişaf elətdirməlisən. Yox, texnikanı öyrəndim, elə mənim müəllimim mənə nə öyrətsə, elə bunda qalacaqsansa, elə bundan da bitəcəksən. Həqiqətən. İrəliləmələr Daim olmalı. inkişaf, Hə, daim. bu da sənin içindən gəlməlidir. Bəli, çünki işi sevmək lazımdır. Mütləq şəkildə. Həm də Elnur bəy, sizin o incəsənət ruhunuz var, siz rəssamlıq qabiliyyətiniz var deyə rəssamlar hər zaman şəkil çəkəndə rənglərlə işləyirlər. Bunu çox gözəl vurğulayırsınız və siz də stilist olaraq o rəngləri artıq hiss edirsiniz. Çünki var Eynən. hiss edirsiniz və insanın rənginə görədir. Onun paltarını seçəndə, əlbisəsini seçəndə onun da hər rənglərinə görə. Məsələn, elə insan var ki, qırmızı rəng geyinir, ona yaraşmır, çünki rəngi bu olur. Artıq bir stilist bunu bilməlidir ki, siz də bilirsiniz ki, insan görəndə, hə, buna qırmızı rəng yaraşacaq, yoxsa yaraşmayacaq. Çünki hər bir insan, məsəl üçün bir də görürsüz ki, müştəri gəlir, deyir ki, məsələn, bu qırmızı boyanı, hansısa bir populyar adamın dodağındakı qırmızı boyanı göstərir ki, bunu çək. Məsəl üçün o adamın rəngi daha tündür, daha qara dərilidir. O qırmızı dodaq boyası onun dodağında tamamilə fərqli görsənəcək, daha tünd görsənəcək. Ağ dərili xanım çəkəndə o daha açıq görsənəcək. Bir gün müştəri deyir ki, yox, o rəng deyil. Deyirəm ki, əgər onu mən çəkmişəmsə, mən bilirəm ki, ona ancaq yaraşan rəng budur. Sadəcə dəri tonuna görə fərqlənir. O qırmızının da yaraşıb yaraşmamağı, qırmızı misal olaraq deyil, qırmızının da çalarları var. Bəli, O bəli, çaları həqiqətən. tutuzdurmaq lazımdır. Hər kəsə hər şey yaraşır. Sadəcə olaraq məkanında düzgün kombin edəndə hər şey gözəl görsənir. Həqiqətən. Məsəl üçün mən indi artıq bir leveldə istəyirəm, interyer dizaynla məşğul olmaq Ay, istəyirəm. nə gözəl. Ev dizaynından, yəni ki, deyim ki, yox, arxitektor kimi, ev kimi yox, sadəcə iç mimarlıq. Ev dekora etmək. Yəni ki, ondan daha çox maraq. Bilmirəm alınır və yaxud da alınmaz, Əlbəttə amma alınacaq. istəyirəmsə alındıracağam. Çünki artıq bu qələmi Var. tuta bilirsiniz siz. O da alınacaq həqiqətən. Çox gözəl olacaq. Elnur bəy, siz bəzən vurğulayırsınız ki, məşhur insanlar dəyişiklik etməkdən qorxurlar. Bunun arxasında nə dayanır? Cəsarətsizdirlərmi, zövqsüzdürlərmi? Çalışdığım müğənnilərdən ən çox bu səhnədə olan oğlan müğənniləri ilə bağlıdır. Oğlan müğənniləri bir balaca kompleksləri olduğuna görə dəyişimləri sevmirlər. Təbii ki, biz hansısa bir məşhurla başlayıb çalışanda onun xarakterinə uyğun, onun geyim tərzini hazırlayırıq. Fərqlilik, yəni ki, adamı, insanı öz tərzindən çıxartmamaq şəkli ilə, amma fərqlilik etməyə çalışırıq. Çünki bir populyar müğənni mütləq şəkildə bir tərzi olmalıdır. Zövqlü və ya zövqsüz. Mən həmişə bunu vurğulayıram. Türkiyədə Yıldız Silbə var, Bəli. Bülent Ersoy var. Artıq onların bir tərzi var. Hər kəs onu, yəni Yıldız Silbəni belə dildə desə linç eləyirlər, amma insan özünün tərzi var da bu formada çıxır. Həqiqətən. Zövqsüzlükdür. Amma tərzi var. Yəni elə bir insanı elə qıraqdan görəndə o saat deyirsən ki, həmin dəqiqə fikirləşsən ki, Yıldız Silbəyə oxşuyur. Bülent Ersoy, adamın özünün bir tərzi var. Bu Rəqs tərzi də fərqlidir. Yıldız tamamilə fərqlidir.
Bu bizim müğənnilərdə çox bir az müğənnilərimizdə var. İnsanın özünün bir tərzi olmalıdır. Məsəl üçün Zülfiyə Xanbabayevanı nəzərdə alaq. Çünki adamın bir tərzi var. Qara geyinəndə, enli oversize pencəklər deyəndə həmişə o gəlir. Düz küt saçlar onda. Onun tərzidir. Və onun tərzidir. Məsəl üçün Röya xanım deyəndə onun tərzi tamamilə fərqlidir. Məsələ o demək deyil ki, səhnədə fərqli-fərqli geyinə bilərlər. Hər gün təbii ki, ekstralara, toylara, səhnəyə çıxanda hər kəs gecə libasında geyinir. İnsan günlük həyatında bir tərzi olmalıdır. Günlük həyatında tərz olmalı. Mən bu günləri mənə təklif gəlir, tutaq ki, Brilliant xanımdan artıq mən onu bilirəm ki, o nə xoşlayır. Daha çox blazer pencəklər, dar pencəklər, bədən şəklini bildiriləcək bir geyimlər. Məsəl üçün trapez enli cins şalvarlar deyəndə, trapez şalvar deyəndə Brilliant xanım nəzərdə gəlir. Aha, bəli. Həqiqətən. Fərqlidir. Hər kəsin bir fərqli var. Kimlərsə onu bəyənməyə bilər. Kimlər, amma bunun tərzidir. İnsanın ağlına gələn bir şeylər var. Bir də var ki, məsəl üçün dəyişkənliyi çox sevən müğənnilər. Hər dəfə fərqli-fərqli obrazlarda çıxan insanlar. Bu tamamilə fərqli bir şeylərdir. Oğlan müğənnilərdə isə komplekslərimiz var. Mən həmişə deyirəm, əyninə pencəyi də, kostyumu da geyinəndə elə bir formada geyinməsən, orada nəsə bir fərqlilik yaratmalısan. İnsanlar səndən danışmalıdırlar. Sən bu günləri hansısa bir yerə gedəndə hansısa bir populyar adam mütləq şəkildə 2 nəfər çönüb sənin haqqında deməlidirlər ki, bunun şalvarına bax, bunun pencəyinə bax. Ya kimisi üçün bu qəbul olacaq, kimisi üçün qəbul olmayacaq. Amma bu sənin üçün xoş bağışlayacaq. Demək sən nəsə fərqlisən. İnsanları mən həmişə deyirəm ki, populyar insanlar bir balaca fərqlənməlidirlər. Öz dəsti xətti olmalıdırlar. Mütləq şəkildə öz tərzləri olmalıdırlar. Müğənni o demək deyil ki, bu günlər səhnəyə geyindi, çıxdı, bəlkə stilist köməkliyi ilə geyinib çıxır. Bir müğənni günlük həyatda düzgün, zövqlü geyinirsə, o insanın zövqü vardır. Aha, həqiqətən elədir. Səhnəyə hazırlaşıb geyinir, amma səhnədən düşəndən sonra stili olmayanda bu Bəs nə? Səhnəyə artıq bir müğənnini səhnəyə hazırlayanda, onun yanında komandası var, ətrafındakı digər. Amma bir insana zəng vurub deyəsən ki, məsəl üçün, bu günləri dur gedək yemək yeyək, o hansı formada gələcəksə artıq onun zövqü bəlli olacaq orada. Biz tədbirlərə gedəndə, mən bu dövlət tədbirlərinə gedəndə çalışıram ki, klassik kostyum geyinim gedim. Çox adam məndir ki, Gülər, nə qədər kostyum geyinirsən də, rəhbərlik kostyumu məndə elə formalaşır ki, bilmirəm bu nə qədər doğrudur yoxsa yox, siz vurğulasanız çox gözəl olar. Dövlət tədbirlərinə gedəndə mən klassik kostyumlar geyməliyəm. Bu məndə artıq belə formalaşır. Məncə də rəsmi tədbirlərə gedəndə kostyumlar geyinə bilərsiniz. Rənglərini seçirəm. Amma çalışıram qarderobumda artıq son bir ildə mən klassik kostyumlar tədbirlərə gedəndə elə geyinirəm, sadə saç düzümü və çox az makyaj. Məncə də rəsmi tədbirlərdə, dövlət tədbirlərdə ora gedəndə hər bir yerin protokoluna görə geyinib getmək lazımdır. Məsəl üçün ola bilər bir xanımın kostyumu yoxdur, və yaxud da ki ona yaraşmır, amma onun alternativi ola bilər. Ora məsəl üçün hansısa bir köynək də geyinə bilərsən, hansısa bir qələm ətək də geyinib, üstündən kardigan geyinə bilərsən, yaxasına bir broş taxıb, amma o tədbirdə çox gözəl görsənə bilərsən. Belə başa düşürük ki, hər bir xanımın qarderobunda klassik ağrı başqası, klassik qara ətəyi və ya şalvarı həqiqətən bunu dəstəkləmək daha... Mütləq şəkildə. Ümumiyyətlə, qarderobda çalışmaq lazımdır ki, bəylər və xanımlar bazıvı. Məsələn, bir kolleksiyanın bazı geyimlərini götürmək lazımdır. O bazı geyimlər olandan sonra qarderobda artıq onun köməkçi alternativləri mütləq hansısa bir markanın maraqlı geyimləri ola bilər. Çünki kombinləmək. Çünki bazı şeylər hər zaman klassik, heç bir zaman dəbdən düşmür. Sadəcə onu hər il kolleksiya buraxılanda onu yeniləyir. Varahnikinin biraz fərqli kəsimi ola bilər, düyməsi fərqli bir kəsimi ola bilər. Yəni belə bir şeylə mütləq şəkildə biz ayaqqabının dalanda, çantanın dalanda, kurtkanın dalanda bazı şeylərdən bir də ki, hər zaman dəbdə qalacaq. Sonra isə dəbə uyğun olaraq biz onun altına köynəyimizi seçə bilərik, şalvarımızı seçə bilərik, ayaqqabımızı seçə bilərik. Qoy fərqlilik olsun, rəng dəyişimi olsun. Aksesuardan düzgün istifadə edə bilərik. Bir də ki, məsəl üçün insanlar çox vaxtı marka xəstələri, okey, hamımız markanı gedib ala bilərik. Amma mən elə müğənnilər tanıyıram ki, hansısa bir markanı, no-name markanı da geyinib çıxsa, onu elə daşıyacaq ki,
daşıyacaq Əsas ki, daşımaq. daşımaqdır. Əsas İnsan daşımaq. hansısa bir geyimi düzgün şəkildə daşımalıdır. Daşımaqdır. Həqiqətən o daşımaq. Ümumiyyətlə belə bir də sual verim ki, sizə Elnur bəy, tərz deyəndə insanın öz xarakterinə uyğun olmalıdır, düzdür? Mütləq şəkildə. Bəs əgər bu ümumiyyətlə psixologiyasında necə deyilir ki, məsələn, tərz deyəndə tərz insanın xarakterinə uyur. Bunun arxa psixologiyası nə ilə bağlıdır sizcə? Yəni məsələn, o qədər marka geyinən xanımlar var ki, amma tərzlə geyinmirlər. O onların o anda psixologiyasına Bilinç altında bəli. elə bir ya mənə elə gəlir ki, həmişə çəkiciliyini, heç vaxt çəkici olmayıblar. Bu günləri o marka ilə illər göz önündə olmaqdan ötürü. Yəni biri var ki, insan var ki, içəri girər, görsən ki, gözəl xanımdır, amma çəkiciliyi yoxdur. Hər zaman kənarda qala bilər. Və yaxud da ki, bəy. Elə də insan var ki, içər hər kəsi öz belə necə deyim, Duruşu ilə, enerjisi ilə, ruhu ilə hər kəsi özünə çəkə biləcək. Bu da onun məncə psixologiyasında o problem var. Yəni ki, zamanında gözlə görsənilmədiyinə görə bu günlər hansısa bir imkanları var, marka geyinir, hansısa bir tərz yaratmaqdan elə bilir ki, bu markanın bahalı geyimləri göstərir. Onsuz da bir dəfə sən cəlb eləyə bilərsən. İkinci dəfə deyəcək, Sağlam psixologiya olmayanda və yaxud da ki, bir də görürsüz ki, elə bir insanlar var, ətrafımızda var. Oturursan, fikirlərsən ki, bu insanları əzmək istəyir və yaxud da ki, bu insanlarla kobud danışır. Sonra zaman keçdikcə tanıdıqca görürsən ki, bunun uşaqlıq travmaları var. Uşaqlıq travmalarında o qədər bunu hansısa bir şeylərlə geyimlərinə görə linçlənib də, belə linçlədib. Yəni geyiminə görə çox əziyyət, bilinçsiz olaraq uşaqlar onu yaşayır və ya evdə valideynlər tərəfindən, ya oxuduğu məktəbdə uşaqlar tərəfindən və bu böyüdükcə həqiqətən insanlarda geyimində özlərini tapa bilməməkdə bu əziyyət çəkirlər. Çünki sağlam psixologiya yoxdur. yoxdur ona görə. Həqiqətən. Ümumiyyətlə Elnur bəy, gözəllik deyiləndə sizin üçün nə anlayışdır? Duruşmu, karizmamı, xaraktermi? Mənim üçün gözəllik ilk öncə daxili aləmdir. Mütləq insanın daxili düzgün və təmiz olandan sonra onun çəkilişiliyi də olacaq. Onun gözəlliyi də. Bir də görürsüz ki, yəni yaraşıqlı və yaxud da baxırsan ki, ondan da gözəl xanımlar, ondan da yaraşıqlı bəylər var. Amma o deyil. Amma bir də görürsüz ki, elə insan var ki, baxırsınız ki, çirkindir, baxımsızdır, amma bir şarmı var ki, mütləq insanın bir şarmı olmalıdır, bir də daxili təmiz olmalıdır. Mənim üçün bir insanla söhbət eləyəndə, bir insanın daxili düzgün olanda, mən onun artıq gözəlliyinə baxmıram. Onun gözü əyridir, burnu əyridir, dodağı əyridir, o fərqi yoxdur. Onu düzəltmək olar. İndiki zamanədə onların hamısını düzəltmək. Amma daxilimizi heç vaxt düzəldə bilməyəcəyik. Biz özümüzlə mücadilə aparmalıyıq. İçimizi düzəltməkdən ötürü. Paxıllıq edə bilərik, rəqabət apara bilərik, amma düzgün, sağlam, düzgün. Bəli. Paxıllıq nə mənada? Yaxşı paxıllıq deyək də. O necə deyirlər, ağ yalan danışmaq. Bu da onun kimi. Məsəl üçün Gülər xanım bunu eləsə, ayda bunu nə gözəl elədi. Mən də bundan yaxşısını etməliyəm. Başlamalıyam işləməyə və bunun ardına rəqabət gəlir. Bəli. Demək, rəqabət yaranır. Bu rəqabət olmayandan sonra, içimiz düzgün olmayandan sonra, bir-birimizin ayağını qazacağıqsa, bir-birimizin dalımızca danışacağıqsa, Qeybət edəcəksə, həqiqətən bu olmur. Elnur bəy, mən sonda sizə şəxsi öz sualımı vermək istəyirəm. Mənim üçün çox maraqlıdır. Biz artıq podkast layihəsinə başlayandan ilk bölümümüzdə mən professional meykap etdirmişdim. Və sonrakı çəkilişlər bölümlərdə mən meykap etmirdim, çünki sevmirəm. Bu da mənim üçün maraqlıdır. Niyə də sevmirəm, bilmirəm. Sadə meykap edirəm. Amma bu günlərim bir stilistlə çəkiliş etdiyimə görə mən professional meykap etmişəm, saç düzümü etmişəm və mənim üçün maraqlıdır. Bugünkü doğrular mənim stilimdə, meykapımda doğru və yaxşı tərəfi mənə vurğulayardınız. Çox mənim özümə çox vacibdir bunu bilmək. Bu günləri, yəni ki, mən bilirəm ki, siz hər zaman az meykap eləyən xanımsınız. Həqiqətən. Yəni ki, çox nadir hallarda nələrsə yəni ki, eləyəndə, amma bu günlər çox düzgün şəkildə görsənirsiniz. Saç düzümünüz, geyindiyiniz o köynək, yaxanıza taxdığınız incir, qulağınızdakı və makyajınızdakı o freşlik, parlaqlıq, yəni bu artıq sizin tərzinizdir. Aha. Bir podkast üçün okeydirmi bu? Əladır. Həqiqətən onu bilmək istəyirəm. Əladır.
Mən sizə çox təşəkkür Mən sizə edirəm. təşəkkürümü Həqiqətən bildirirəm. çox xoş oldu sizin hekayənizi dinləmək və ən əsas da Elnur bəy o qədər gözəl təmkindən danışır ki, bu çox gözəl bir şeydir. Həqiqətən Çox sağ olun, minnətdaram təşəkkür sizə. edirəm. Əgər hansısa bir bura gəlməyimlə bir xoş təəssürat bağışladımsa, bu nə xoş mənə. Təşəkkür edirəm. Uzun ömürlü olsun. Çox sağ Hər bir olun. insan bir həyat hekayəsi vardır, Bəli, bir peşə bəli. hekayəsi vardır. Mənim də bir peşə hekayəm vardır. Bəli. Onu da son dönəmlərdə başlamışam danışmağa. Çünki yəni də deyirəm, bu insanın öz güvənindən asılıdır. Mən hər zaman insanlara deyirəm, mütləq şəkildə güvənli olun. Həqiqətən. Çox sağ olun. Buyurun. Bugünkü podkastımızın növbəti çəkilişini etdi. Bu gün də çox gözəl bir hekayəni dinlədik. Təşəkkür edirəm.